Kürdəmirdə qadın bıçaqlanıb. Doğru xəbər Azərbaycan bildirir ki, hadisə rayonun Sorsor kəndində qeydə alınıb. Belə ki, kənd sakini Sara Hüseynova gecə saat 4 radələrində çoxsaylı kəsilmiş, deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona xəsarətlər yetirməkdə şübhəli bilinən həyat yoldaşı Nizami Hüseynov polis tərəfindən saxlanılıb. Bildirilib ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Dünən saat 15 radələrində Zərdab-Ucar yolunda ağır qəza baş verib. Doğru xəbər Azərbaycan bildirir ki, yolun Zərdabda yerləşən 51 saylı qəsəbədən keçən hissəsində Nihad Əhmədxan oğlu Əhmədzadənin idarə etdiyi BMW markalı avtomobillə Mustafa Məmmədovun sürdüyü Renault Megane markalı avtomobillər toqquşub. Nəticədə Məmmədov aldığı xəsarətlərdən Zərdab rayon mərkəzi xəstəxanasında həyatını itirib. Sərnişinlər Gündüz Yusifoğlu Novruzov və Məhəmməd Qurbanoğlu Nemətli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı Zərdab rayon polis şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.